Bugünkü konsertimiz Heydər Əliyev adına parkda yerləşən açıq hava səhnəsinin yenilənməsinə bir baxışdır. Açıq hava səhnəsinin təmirinə görə rayonumuzun sakinləri adından Türkiye Respublikasının Gəncə Baş Konsulu Rəcəb Öztopar və Türk İşbirliği Koordinasyon Alyansı Bakı Program Koordinatoru Hayrettin Özçelik'e ve bu təmirdə əməyi olan hər kəsə öz minnətdarlığımızı bildirir və konsertimizə başlayırıq. İgidlər Yurdustanı Azərbaycan oxuyur Nihal Hacıyeva. Şərəfin, şöhrətin, alovun modun, ürəyim canımızsan ey Azərbaycan. Sən bizə anasan, biz sənə evlat, ananın könlünü övlad tutarsan. Canımızı keçərik, sən üçün hər an, sevirik biz səni ey Azərbaycan. Sən bizə anasan, biz sənə Oxuyur Murat Məmmədov.